Azərbaycan musiqisi əsrlərin dərinliklərindən gələn bir səsdir. Bu səs Qobustanın daşlarına həkk olunan ritmlərdə başlayır. Zamanla xalqın yaddaşına köçür və bu gün də yeni nəsillərin ürəyində yaşayır. Azərbaycanın qədim yaddaş kitabəsi Qobustan. Burada hər daş, hər qaya bir sir daşıyır. Bu torpaq minilliklərin şahididir. Qobustanın səssiz qayaları insanlığın ilk tarixini bizə danışır. Qobustan qaya üstü rəsmləri 15 min ildən çox yaşı olan bəşər irsidir. İnsanların ov səhnələri, rəqsləri, ayinləri bu daşlara həkk olunub. Bu rəsmlər sadəcə sənət deyil. Onlar insanlığın ilk yazılı dili, ilk yaddaşıdır. Burada insanın təbiətlə münasibəti, gündəlik həyatı və inanc dünyası əks olunub. Qaya üzərində çəkilmiş rəqs səhnələri qədim insanların musiqi və ritmlə necə bağlı olduğunu göstərir. Gəmi təsvirləri isə dənizlə əlaqələrini, uzaq səfərlərə çıxdıqlarını sübut edir. Qobustanın daş kitabəsi minillərin sükutunu pozaraq bizə danışır. İnsan həmişə yaratmaq, iz qoymaq və yaddaşını gələcək nəsillərə ötürmək istəyib. 2007 ilində Qobustan UNESCO-nun Dünya İrs siyahısına daxil edildi. Bu qərar yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin ortaq qüruru deməkdir. Çünki Qobustandakı qaya üstü rəsmlər, daş abidələr və qədim məişət izləri sadəcə bir xalqın deyil, bütün insanlığın keçmişini özündə əks etdirir. Burada əcdadlarımızın gündəlik həyatı, inancları, ov səhnələri, dini ayinləri və rəqsləri daşların yaddaşına köçürülüb. Bu rəsmlərə baxanda biz təkcə tarixə deyil, həm də insanın minilliklər boyu keçdiyi yola, onun dünyanı dərk etmə tərzinə şahid oluruq. Qobustan ona görə dəyərlidir ki, burada hər bir daş, hər bir işarə və hər bir xətt insanlığın ortaq yaddaş kitabının səhifəsidir.